Salam əziz izləyicilər. Bugünkü mövzumuz olacaq yeni dərs illərimizə əsasən qədim Albaniya dövləti. Altıncı sinif mövzularımızın içərisində ən çox yenilik olan mövzulardan biri ibtidai icma cəmiyyətidir. Digər mövzumuz isə qədim Albaniyadır. Yəni yenilik daha çox mədəniyyət hissəsindədir, amma siyasi məsələlərlə bağlı yeniliklər də var. Deməli, ilk öncə başlayaq qədim Albaniya nə vaxt yarandı, necə yarandı? Albaniya dövləti eradan əvvəl 4-cü əsrdən bizim eranın 705-ci ilinə qədər mövcud olub, quldarlıq quruluşunda yaranıb, feodalizm quruluşunda süqut edən ən uzun ömürlü Azərbaycan dövlətidir. Albaniya dövləti və şimalda yaranmışdı, Azərbaycanın şimalında. Və bundan əvvəl biz bilirik ki, yəni Albaniya dövləti, eləcə də Atropatena, Makedoniyalı İskəndərin imperiyasının parçalanması nəticəsində yaranıb. Və ondan əvvəl Azərbaycanın şimalında heç bir dövlət olmayıb. Yəni cənubda olub Manna dövləti. Amma şimalda Manna dövlətinin zamanında, yəni eradan əvvəl 7-ci əsrdə İskit padşahlığı və yaxud da İşquz padşahlığı yaranmışdı. Düzdür, İskit dövləti Azərbaycan dövləti deyil, amma Türk dövlətidir və eyni zamanda Azərbaycanın şimalında yaranıb. Sonra da onun ərazisində Albaniya yarandığına görə həmin yəni dövlət Albaniyanı İskit dövlətinin, yəni dövlətçilik ənənələri baxımından İskit dövlətinin, İşquz şahlığının varisi hesab edirlər. Deməli, hansı dövlətin? İskit və yaxud da İşquz dövlətinin varisi hesab edirlər. Hətta İskit dövlətinin, ümumiyyətlə İskitləri Herodot öz əsərində Skolati adlandırır, yəni Sak elatı adlandırır. Saklar da Türk tayfaları olduğuna görə yəni bununla da əlaqələndirə bilərik ki, Albanlar İskitlərin varisləri olublar. Sonra, qədim Albaniya dövlətinin ərazisi əhatə edirdi, deməli, hal-hazırki Azərbaycan Respublikasının ərazisini, bundan əlavə Qərbi Azərbaycan ərazisini, yəni hal-hazırdakı Ermənistan Respublikası, yəni tarixi Azərbaycan torpaqları Qərbi Azərbaycan ərazisini əhatə edirdi. Dağıstanın cənub rayonlarını əhatə edir. Bir də Borçalı və Qazax vadisi. Daha doğrusu Qanıq vadisini əhatə edir. Albaniya dövlətinin ərazisi. Ərazisi inzibati cəhətdən vilayətlərə bölünür. 3 dənə vilayətimizin adı çəkilir. Kambisena, Kaspiyana, bir də Çola vilayətinin adı çəkilir. Kaspiyana vilayətində Kaspi tayfaları yaşayırdılar. Və bu ərazilər, yəni vilayətlər idarə olunurdu hakimlər tərəfindən. Qədim Albaniyanın, yəni ərazisi haqqında danışdıq. İndi danışaq əhalisi haqqında. Qədim Albaniyada yaşayırdı Albanlar, Leqlər, Utilər, Qarqarlar, Kaspilər, Kadusilər və Sak tayfaları. İskit tayfaları da eyni zamanda yaşayıblar. Yəni biz indiyənə qədər Kaspi və Kadusilərin həm şimalda, həm də cənubda yaşadıklarını bilirdik. İndi əlavə olaraq Sak tayfalarının da adını çəkirik ki, bu Sak tayfaları həm eradan əvvəl 331-də Qavqamela döyüşündə iştirak ediblər Əhəmənilərin tərkibində. Həm Albaniyada sonraki dövrlərdə, yəni Albaniyada yaşayıblar. Eyni zamanda Atropatenada da yaşayıblar Sak tayfaları. Sonra qədim Albaniyada əhali bölünürdü 3 təbəqəyə. 3 təbəqəmiz var idi. Birinci təbəqəmiz təbii ki, hökmdardır. Yəni dövlətin başında duran şəxs qeyri-məhdud hakimiyyətə malik idi. Dövlət quldar monarxiya dövlətidir. Yəni quldarlıq quruluşu var. Həm Mannada, həm Atropatenada, həm Albaniyada. Amma bu dövlətlərin heç birində quldarlıq geniş şəkildə yayılmayıb. Sadəcə təsərrüfatın müəyyən sahələrində istifadə olunub. Deməli, birinci gəlir hökmdar hakimiyyəti, ikinci gəlir həmin bu vilayətləri idarə edən hakimlər, daha sonra din xadimləri, bir də hərbiçilər. Üçüncü təbəqəmiz isə, yəni sənətkar,
tacir, bir də kəndli qruplarıdır ki, bunlar da aid idi 3-cü təbəqəmizə. Bu oldu Albaniyanın əhalisi. Bu haqda məlumat verdiyimizə görə biraz Albaniyanın mədəniyyətindən danışaq. Hansı ki, daha çox yeniliklərimiz Albaniyanın mədəniyyət hissəsindədir. Mədəniyyətə keçməmişdən əvvəl bir məsələni də qeyd edək. Musa Kalankatlı öz Alban tarixi əsərində bir dənə Alban hökmdarının adını çəkir. Aran. Aran adlı bir hökmdarın adını çəkir. Yəni, hansı ki, biz Albaniyaya Aran ölkəsi də deyirik. Albaniyanın sonraki paytaxtı Bərdəni biz sonralar Arranın anası adlandırırıq və eyni zamanda biz ümumiyyətlə Albaniyada həmişə 3 sülalə görmüşük də. Aranilər, Arşakilər və Mehranilər sülaləsi. Bunlardan birincisi Aranilər sülaləsi, yəni ümumiyyətlə Arran ifadəsinin hardan gəldiyini artıq müəyyən etmiş olduq ki, sən demə, yəni Albaniyanın ilk hökmdarları, adı çəkilən ilk hökmdarı Arrandır. Musa Kalankatlı'nın Alban tarixi əsərində adı çəkilir Arranın. Sonra Albaniyanın mədəniyyəti ilə bağlı indi yeniliklərə keçək. Albaniyanın mədəniyyəti ilə bağlı əsas yeniliklərimiz. Deməli, Qoşundaş abidəsi var. Qoşundaş abidəsi Zəngəzur mahalının, yəni Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə yaşayış yeri, rayonun ərazisində yerləşir. Qoşundaş abidəsi nədir? Yəni Alban döyüşçülərinin, Alban qoşununun şərəfinə ucaldılmış daşlar, abidə. Ona görə Qoşundaş abidəsi hesab olunur. Adı, yəni Qoşundaş abidəsi. Daha sonra eradan əvvəl 1-ci minilliyin ortalarında Lənkəran ərazisindən tapılmışdı qızıl ilahə və yaxud da Alban ilahəsinin qızıl heykəli. Sonra eradan əvvəl 3-1-ci əsrlərə aid bir neçə tapıntılarımız var. Eradan əvvəl 3-1-ci əsrlər. Birincisi Bakıdan tapılan, deməli, nərə balığının fiquru, Tuncdan nərə balığı fiquru Bakıdan tapılıb. Sonra Ağsudan tapılmış, deməli, at fiquru Ağsudan. Nərgiz Ava adlı ərazidən. Ağsu, Nərgiz Avadan tapılmış at fiquru. Bu da Tuncdandır. Bir də Ağsudan yenə tapılıb Nüydü dəfinəsi. Ağsudan Nüydü pul dəfinələri tapılıb. Bu da nəyi göstərir? Deməli, Ağsudan tapılmış, bir dənə də Ağsuda başqa bir tapıntı da var, onu da qeyd edəcəm. Deməli, Ağsudan tapılmış Nüydü dəfinəsi nəyi göstərirdi? Ümumiyyətlə Ağsudan, Şamaxıdan, Qəbələdən və Bərdədən pul dəfinələri tapılıb. Yəni, Albaniya dövlətində Atropatenadan fərqli olaraq yerli pullardan da istifadə olunub. Atropatenada biz ancaq Makedoniyalı İskəndərin adına kəsilmiş gümüş pullardan istifadəni görürük. Albaniyada da var bu pullardan istifadə. Amma sonradan ticarətdə tələbatı ödəmədiyinə görə Alban hökmdarları eradan əvvəl 3-cü əsrin 1-ci yarısından etibarən öz adlarına da yerli pullar kəsdiriblər. Və həmin o yerli pulları biz tapmışıq. Deməli, dediyim kimi Ağsudan, Bərdədən, Şamaxıdan və Qəbələdən bu ərazilərdən tapılıb və Ağsunun Nüydü, deməli, dəfinəsi də, Ağsudan tapılmış Nüydü dəfinəsi də həmin o gümüş pul dəfinələrinin tapılmasını sübut edir, istifadə olunduğunu sübut edir. Bir də Ağsudan tunç, xəncərlər və alətlər də tapılmışdır. Belə. Bunlar oldu bizim əsas yeniliklərimiz. Sonra Albaniya ərazisindən Kiş məbədi. Deməli, Şəkinin Kiş kəndində bir məbəd tapılıb. Həmin bu məbəd hansı ki, Qafqazda əsas, yəni xristianlığın ilk mərkəzi, ilk kilsəsi hesab olunur. Həmin bu Kiş məbədi.
Sonra deməli Gövur Arx süni suvarma sistemi yaradılmışdı. Gövur Arx süni suvarma sistemi. Gövur Arx süni suvarma sistemi nə idi? Yəni o dövrdə əkin sahələrini suvarmaq üçün istifadə olunan süni suvarma sistemidir. Hansı ki Araz çayından Qarqar çayına qədər olan ərazilərdə mil düzünün, yəni suvarılması üçün yaradılmışdı. Gövur Arx süni suvarma sistemi. Sonra deməli, Albaniyanın mədəniyyətindən, Yunan mədəniyyətinin Alban mədəniyyətinə təsiri olmuşdu, bilirik. Eyni zamanda Atropatenaya da təsiri olub. Atropatenada demişdik ki, kiramiddən istifadə, Yunan tanrılarına sitayiş var idi. Bir də var idi Yunan qəhrəmanı Herakla məxsus olan, yəni onun şərəfinə ucaldılmış Kirivto məbədi. Albaniyada isə Yunan tanrılarına sitayiş var. Yenə də eyni zamanda tikinti materialı kiramiddən istifadə yenə Albaniyada da var. Amma əlavə olaraq Albaniyada bizim eranın 2-ci əsrinə aid olan yenə Şəkidən tapılmış, Şəkinin Böyük Dəhnə kəndindən tapılmış Yunan yazısı. Yəni Böyük Dəhnə kəndində daş abidə var, onun üzərində Yunan yazısı var. Bu da Yunan yazısından istifadə olunması Yunan mədəniyyətinin Alban mədəniyyətinə təsirini göstərir. Eramızın ilk əsrlərindən etibarən Albaniyada istifadə olunub şüşədən, yəni şüşə istehsalı, bir də su dəyirmanlarından deməli istifadə olunub. Daha sonra bizim eranın 1-3-cü əsrlərində Albaniyadan nə tapılıb? Bizim eranın 1-3-cü əsrlərində Albaniyadan Alban kişisinə məxsus deməli, daş heykəllər tapılıb. Daş kişi heykəli yazaq. Gildən isə qadın heykəli. Gil qadın heykəli. Nə vaxt tapılıb? 1-3-cü əsrlərdə. Sonra Albaniya dövlətində pullardan danışdıq. Sonra Yunan mədəniyyətindən danışdıq. Albaniyanın paytaxtı bir də olub Qəbələ şəhəri. Bundan əlavə Ayniyana, Anariyaka kimi şəhərləri də olub Albaniyanın. Albaniya mədəniyyəti haqqında əsas məlumatlar bu qədər, yəni yeniliklərimiz də bu qədər. Düzdür, kifayət qədər yeniliklərimiz var, müxtəlif ərazilərdən tapılmış yeniliklər. Bir də Beyləqandan və Mingəçevirdən tapılmış xalça, yəni istehsalı üçün, xalça hazırlamaq üçün cəhrə iyləri, bir də xana, yəni cəhrə iyi və xana xalçanı toxumaq üçün istifadə olunan alətləri idi. Bunlar tapılmışdı hardan? Beyləqandan və Mingəçevirdən. Bura yazaq, qeyd edirik. Beyləqan və Mingəçevirdən. İy və xana. Nə üçün istifadə olunurdu? Xalça toxunması üçün istifadə olunurdu. Belə, bu Albaniyanın mədəniyyət hissəsi, ictimai həyat, mədəniyyət hissəsi. Daha sonra bir də Albaniyanın mədəniyyət hissəsi bitmək bilmir. Albanların öz yazıları var idi. Öz yazılarından istifadə olunduğu, yəni Albanların yerli dili ilə bağlı ilk tapıntı və bu günümüzə qədər gəlib çatan tapıntı 1975-ci ildə Misirin Sinay yarımadasından, deməli orada bir monastır var Sinay yarımadasında. Həmin monastırdan tapılan tapıntıdır ki, o tapıntının üzərində Alban dilində yazılar var. Misal üçün, misal olaraq orada tapınaq ifadəsi işlənilib. Tapınaq sözü Albanlarda məbəd demək idi. Ümumiyyətlə türk dilində, yəni məbəd demək idi tapınaq. Deməli 1975 Misirin Sinay yarımadasındakı monastırdan tapılmışdı. Belə. Albaniyanın siyasi tarixindən də biraz danışaq. Siyasi tarixdə əsas məsələ Roma ilə münasibətləridir Albaniyanın. Siyasi məsələlərdən bayaq bir dənə onu qeyd elədik ki, ilk hökmdarı Aran idi.
və ilk dövrlərdən etibarən Albaniya mərkəzləşdirilmiş dövlət hesab olunur. Yəni biz əslində Albaniyanın mərkəzləşdirilmiş dövlət olduğunu bilirdik daha öncədən də. Amma bunu biz 1-ci Qoçaq Vaçaqanın dövrünə aid eləyirdik ki, vilayətləri tabe edərək mərkəzləşdirilmiş dövləti mərkəzləşdirilmiş dövlətə çevirmişdi. Amma yəni bu artıq yeniliklərə əsasən deyə bilərik ki, Albaniya ilə yaranandan mərkəzləşdirilmiş dövlət olub. Yəni o vilayətlərin tabe edilməsi ilə artıq mərkəzləşdirilmiş dövlət olub. Sonra Aranın adını çəkdik. Aranilər sülaləsinin ilk nümayəndəsi deyə bilərik. Aranilərin digər nümayəndələri Oroys, Kozis və Zober. Bunların adını zaten əvvəldən də bilirdik. Roma ilə Albaniyanın münasibətləri deməli necə olub? Roma ilə Albaniyanın münasibətlərini belə deyim, 3 mərhələyə bölə bilərik. Birinci mərhələdə Roma Albaniyaya yürüş eləyir. Albaniyanın Roma arasında mübarizə gedir, mübarizə. Və həmin mübarizə dövründə, yəni mübarizənin səbəbi nədir? Roma şərqdən keçən ticarət yollarına nəzarət etmək istəyirdi. Xüsusilə də Hindistanla Qara dənizi birləşdirən ticarət yolunu ələ keçirmək istəyir. Və bu məqsədlə şərqə yürüş eləyir. Şərqə yürüş eləyən zaman təbii ki, gəlib Atropatena və Albaniyaya da gəlib çıxır. Və Albaniyaya gəlib çıxanda burada Alban hökmdarı Oroysdur. Gələn Roma sərkərdəsi də Pompeydir. Bunlar Albaniyada toqquşurlar və aralarında 2 döyüş olur. Eradan əvvəl 66-cı ildə Kür çayı sahilində bir döyüş baş verir. Həmin bu Kür çayı sahili döyüşdə bir tərəfdə Pompeydir, yəni Roma qoşunlarına Pompey başçılıq edir, amma sərkərdədir. İmperator deyil. Testlərdə imperator kimi verib çaşdırırlar. İmperator deyil, sərkərdədir. Digər tərəfdə Oroys isə hökmdardır. Və burada qalib gəlir sərkərdə Pompey. Sülh bağlanır aralarında. Sülhdən sonra Roma, yəni Albaniya ilə sülh bağladı, getdi İberiyaya. Albaniyadan keçdi, getdi İberiyaya. İberiyada Gürcüstandır, indiki Gürcüstan ərazisi. Getdi Gürcüstan ərazisinə. Amma Albanlar o sülhün şərtlərinə əməl etmədilər, Romalıları təqib etməyə başladılar. Belə olan halda da Romalılar qəzəblənir, geri qayıdır Albaniyaya və aralarında eradan əvvəl 65-ci ildə növbəti bir döyüş baş verir. Bu Qanıq çayı sahilində döyüşdür. Qanıq çayı sahilində döyüşdə Roma ordusuna yenə də sərkərdə Pompey başçılıq edir. Yenə də sərkərdədir. Amma Alban ordusuna başçılıq edir Kozis. Kozis də sərkərdədir. Və aradan bir il keçib də yenə də hökmdar Oroysdur, hökmdar olaraq. Amma yəni fərq budur ki, Kür çayı sahili döyüşdə Oroys hökmdar olaraq özü başçılıq edir Alban qoşunlarına, amma burada qardaşı Kozis başçılıq edir. Bu mübarizədə Roma Albaniyanı tabe edə bilmədi. Sadəcə yəni hər iki döyüşdə sonra sülh bağladı, getdi. Hətta bu döyüşdə hiləyə əl atmışdı. Düzdür, iki döyüşün ikisində də qalib gəlir. Amma həmin dövrdə yəni Albanların ciddi müqavimətinə rast gəldiyinə görə Albaniyanı tuta bilmir. Sonra eradan əvvəl 36-cı ildə nə baş verəcək? Eradan əvvəl 36-cı ildə Roma sərkərdəsi Kanidi Albaniya və İberiyaya yürüş eləyəcək. Hansı ki biz Atropatenada keçmişdi. Deməli Antoni eradan əvvəl 36-cı ildə Antoni yürüş eləmişdi Atropatenaya, Fraspa şəhəri mühasirəyə almışdı. Həmin o Antoni ora yürüş eləyən zaman öz sərkərdəsi Kanidini də göndərir Albaniya və İberiyaya. Eradan əvvəl 36-cı ildə. Antoni özü Atropatenanı tuta bilmir, amma sərkərdəsi Kanidi Albaniyanı və İberiyanı tutur. Və bununla da Alban hökmdarı Zober, bu zaman Alban hökmdarı Zober idi. Zober, deməli, eradan əvvəl 36-cı ildə Romaya tabe olur, yəni asıllığı qəbul edir. Amma sonradan bizim eranın 1-ci əsrindən ta ki bizim eranın 3-cü əsrinə qədər, 3-cü əsrin ortalarına qədər
Roma ilə albanlar arasında diplomatik münasibətlər. Deməli, birinci mübarizə apardılar, sonra Romadan asılı vəziyyətə düşdü, sonra isə aralarında diplomatik münasibətlər olub. Bu, eyni ilə Atropatenada da belə idi. Atropatenada Lukul və Pompeyin başçılığı ilə yürüş eləmişdilər və Atropatena asılı vəziyyətə düşmüşdü, amma yerli hökmdarların hakimiyyətdə toxunulmamışdı. Sonra mübarizə var. Atropatena Parfiya ilə birləşib Romaya qarşı mübarizə aparır. Daha sonra isə Parfiya işğallarından qorunmaq üçün Roma ilə diplomatik münasibət yaradır. Eyni ilə burada da, yəni Parfiya məsələsi burada da var. Yəni Parfiya bizim eranın 20-ci ilində Atropatenanı işğal edəndən sonra bir növ Albaniyanın gözü qorxur bundan və onu qabaqlamaq üçün Roma ilə diplomatik münasibətlər yaratmış olur. Və deməli, Roma ilə Albaniya arasında diplomatik münasibətləri biz hardan bilirik? Birincisi, bizim eranın 1-ci əsrində Oktavian Avqustun şərəfinə kitabə. Sonra bizim eranın 1-ci əsrində Qobustan kitabəsi İmperator Domisianın şərəfinə. Qobustan 84-96-cı illərə aiddir. Bir də bizim eranın 1-ci əsrində Iosif Flavinin məlumatları. Iosif Flavi Roma tarixçisidir. Iosif Flavi öz əsərində belə bir məlumat göstərmişdi ki, İmperator Tiberi, Roma imperatorudur. Roma imperatoru Tiberi İberiya və Alban hökmdarlarını Parfiyaya qarşı pulla ələ almışdı. Yəni, bu da nəyə göstərir? Diplomatik münasibəti göstərir. Bir də bizim eranın 117-138-ci illərində, yəni 2-ci əsrdə hakimiyyətdə olmuş Adrian, hansı ki biz bunu Romadan qulların öldürülməsini qadağan edən imperator kimi tanıyırıq. Həmin o Adrian burada deməli Albaniya dövlətinin hökmdarlarına hədiyyələr göndərib. Diplomatik münasibətin nümunələrindən biridir və həmin o diplomatik münasibətlər 3-cü əsrin ortalarına kimi ta ki davam edəcək. Son olaraq Albaniyada nəyə qeyd edirik? Albaniyada son olaraq bizim eranın 1-3-cü əsrlərində baş verən alan yürüşləri. Alanlar tayfa olaraq şimaldan gəlmişdilər. Dərbənd və Dəryal keçidi vasitəsilə Azərbaycanın şimalına, yəni Albaniyaya, Albaniyadan isə Atropatenaya gəlib keçmişdilər. Yəni hər iki dövlətə yürüş ediblər. Bizim eranın 1-3-cü əsrlərində ən böyük yürüşləri isə olub 72-74-cü illərdir. Bəs onların yürüşlərini bizə nə sübut edir? Onlara aid tapılmış katakomba qəbirləri. Katakomba qəbirləri də tapılıb Mingəçevirdən, bir də Qəbələdən. Qəbələ yəni əsas şəhərdir, Albaniyanın paytaxtıdır. Həmin ərazidən tapılmış katakomba qəbirləri alanların bura gəldiyini sübut edir. Belə, bu bizim Albaniya dövlətimiz. Gələn dərsimizdə Azərbaycan Sasani imperiyasının tərkibində mövzusundan danışacağıq. Hələlik.